Salam dostlar, videomuzun davamı olaraq tikişimizə başlayırıq. İlk növbədə geyimin vıtaçkalarını tikirik. Vıtaçkamızı üst-üstə gətirib iynə ilə bərkidirik. Tikişimizin səliqəli olmağını istəyiriksə, birinci overlock edirik, daha sonra tikirik. Vıtaçkamızın tikişi aşağı doğru ütüləndiyi üçün bir vıtaçkanı yan tikişdən uç hissəyə doğru overlock edirik. Digər vıtaçkanı uç hissədən yan tikişə doğru overlock edirik. Vıtaçkamızın tikiş payı 1 santimetrdir. Yəni 1 santimetri overlockdan bu tərəfə hesablayırıq. Vıtaçkanın uç hissəsini lekaldan köçürə bilərsiniz ki, daha səliqəli alınsın. Vıtaçkaların uzunluqları eyni bərabərdə olmalıdır. Ön hissəmizin vıtaçkaları hazırdır. Bu xətlə bu xətti üst-üstə gətiririk. Bu şəkildə. Vıtaçkanın bir uç hissəsindən o biri uç hissəsinə qədər tikirik. Lapqanı iynənin üstündən keçirtmirik. Tikdiyimiz vıtaçkaları ütüləyirik. Vıtaçkamızın tikişi üzü aşağı doğru ütülənir. Biz ütülədiyimiz zaman əlimizlə parçanı çəkirik. Alt hissədə qat qalmasın deyə. Arxada olan vıtaçkamı orta xətti doğru ütüləyirik. İndi isə geyimimizin yan tikişlərini və arxa tikişlərini overlock edirik. Overlocku düz üzündən edirik. Overlockun düz tərəfi üzdə qalmalıdır ki, geyimin iç hissəsi də səliqəli görsənsin. Parçanın sonluğu lapqanın sonluğu ilə düz geçsin. İndi isə çiyin tikişlərini birləşdirək. Arxa hissə ilə ön hissənin çiyin tikişlərini üst-üstə yerləşdiririk və iynə ilə bərkidirik. Çiyin tikişi köbənin altında qaldığına görə overlock etməyə ehtiyac yoxdur. Burada arxa çiyin ön çiyindən artıq görünür. Bu bizim arxa vıtaçkanı modelləməmizlə əlaqəlidir. Sonluqları üst-üstə yerləşdirib və tikdiyimiz zaman arxa çiyini ön çiyinə uyğunlaşdırırıq. Eyni qayda ilə də köbənin çiyinlərini tikirik.
Çiynimizi 1 santimetrdən tikirik. Köbənin çiyinlərini də eyni qayda ilə tikirik. İndi isə çiyin tikişimizi ütüləyirik. Çiyin tikişimiz daha incə və səliqəli görünsün deyə tikiş paylarını iki tərəfə açaraq ütüləyirik. Geyim tikərkən hər hansı bir detalı tikdiyimiz zaman mütləq ütüləmək lazımdır. O zaman geyimimiz daha səliqəli görünəcək. Köbənin çiyinlərini də eyni qayda ilə ütüləyirik. İndi isə yaxa hissəsini tikirik. Geyimin düz üzü ilə köbənin düz üzünü üst-üstə yerləşdiririk. Çiyin hissələri üst-üstə yerləşdirib iynə ilə bərkidirik. Yaxanı köbə üstə qalacaq şəkildə tikirik. Tikiş payımız 1 santimetrdir. Köbə ilə parçanın sonluqlarının üst-üstə düşməsinə diqqət edirik. Çiyin tikişində yaxa avallığı itdiyinə görə 1 santimetr tikiş payı ilə gəlib, çiyin hissədə tikiş payını biraz azaldırıq. Çiyin tikişini kesdikdən sonra yenə eyni qayda ilə 1 santimetr ilə tikirik. Tikiş payımız 1 santimetrdir. Biz onun yarım santimetrini kesip yarım santimetrini saxlayırıq. İndi isə köbəyə sabitləyici tikiş vurulur. Bu tikiş 0,1-0,2 məsafədə olur. Bu tikiş köbənin çölə çıxmasına mane olur və yaxanı daha səliqəli göstərir. Bu tikişi daha dəqiq vurmaq üçün lapqanın iç hissəsi bu tikişin xətti boyunca düz getməlidir. Köbəmizi ütüləyirik. Köbəmizi ütülədikdən sonra düz üzünə çöndəririk. Artıq hissəni kəsirik. Köbəni geyimlə eyni etdikdən sonra geyimi götürürük və köbəni yenidən 2 milli kəsirik. İndi isə yan tikişləri və arxa tikişi tikirik. Ön hissənin yan tərəfi düz üzü. Bu isə arxa hissənin yan tərəfi və düz üzü. Ön hissə ilə arxa hissənin düz üzünü üst-üstə yerləşdiririk. Yan detalları və iynə ilə bərkidirik. Arxa tikişimizi də boyun dibindən birləşdirərək ətəyə doğru iynələyirik. Və bütün tikişləri 1 santimetr ilə tikirik. Geyimimiz düz don olduğu üçün mütləq zamok tikəcəyik. Bunun üçün zamoku arxa orta tikişə tikirik. Zamokun yerini təyin etmək üçün bel incəliyindən
aşağı 16-17 santimetr enirik. Arxa orta dikişi tikirik. 1 santimetr tikiş payı var. Boynun dibindən başlayıb tikirik. Başlanğıc olaraq böyük tikişlə tikirik. Çünki bu sonradan sökülüb zamok tikiləcək. Zamok yerinə çatdığımız zaman tikişi əvvəlki vəziyyətinə qaytarırıq və zamokun yerini bərkidirik. Daha sonra davamını normal tikişlə davam edirik. Yan tikişlərdə 1 santimetrdən tikirik. Tikiş paylarını iki tərəfə açaraq tüləyirik. Eyni qayda ilə də iki yan hissələri ütüləyirik. Tikişlərimizi tikdik. İndi isə köbənin yan tikişlərini tikirik. Eyni qayda ilə düz-üzü düzə gələcək şəkildə üst-üstə yerləşdiririk və 1 santimetrdən tikirik. Köbənin yan tikişini avilok etməyə ehtiyac yoxdur. Arxa orta tikişdə böyük tikişlə tikdiyimizi sökürük. Bərkitdiyimiz yerdən yuxarı, yəni boyun dibinə doğru sökürük. Köbənin yan hissəsini tikdik, ütülədik. İndi isə köbənin ətəyini avilok edirik. Köbənin ətəyini avilok etdik. İndi isə qolu tikirik. Qol hissəni tikmək üçün ilk növbədə yan tikişləri üst-üstə əlimizlə tuturuq və köbəni bədənə doğru çeviririk. Yenə yan tikişlər üst-üstə düşür və geyimlə köbənin düz üzü üst-üstə düşür. Eyni qayda ilə çiynə doğru köbəni geyimə bərkidirik. Çiyin tikişlərində üst-üstə yerləşdiririk. Yan tikişdən çiyin tikişinə doğru 1 santimetr tikirik. Bizim tikiş payımız 1 santimetrdir. Tikişə başladığımız zaman yan tikişdən 1 santimetrdən yox, yarım santimetrdən başlayırıq və davam etdikcə 1 santimetr tikirik. Köbəmizi çeviririk. Gördüyünüz kimi. İndi isə o birisi tərəfi tikirik. Yenə eyni qayda ilə köbəni çeviririk geyimə doğru. Çiyin tikişindən yan tikişinə doğru iynə ilə bərkidirik. Bir santimetrlə tikirik. Çiyin tikişində yarımçıq saxladığımız tikişin üzərindən başlayırıq. Yan tikişdə tikişin üzərinə qədər keçirik.
tikişimizin yarım santimetrini kəsirik, yarım santimetri qalır. Bu hissəni kəsdikdən sonra köbəni çeviririk. Bu biri tərəfdən köbəni qaldırıb kəsimimizi davam edirik. Qolun tikişini tikdik. İndi isə köbəyə sabitləyici tikişimizi vururuq. Yaxa hissəsində olduğu kimi. Sabitləyici tikişi çiyin tikişindən başlayırıq. Və tikişin köbəyə tərəf olmasına nəzarət edirik. Çiyinlə başladığımız tikişin üzərinə 1-2 santimetr keçərək tikişi sonlandırırıq. Geyimin qol hissəsində ütüləyirik. Növbəti videomuzda zamok və ətəyin tikilişi haqqında məlumat verəcəm.